Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Bugünkü bitkimiz limon ağacı, limon ağacının məhvə gedişi və onun yenidən həyata dönüşü haqqında sizlərə bir video paylaşmaq istədim. Bəli, limon ağacımız gördüyünüz kimi dibində öz yarpaqlarıdır, saraldı. Demək olar ki, bu üzərində 5-6 dənə yarpaq qalmışdı. Bunlar da solub gedirdi. Və bu limonu Allahın izni ilə yenidən həyata qaytardıq. Başda deməli limon ağacı dolayı yolda olsa və yaxud da birbaşa olsa da bol işıq sevən bir ağacdır. Bunu nəzərinizə çatdırım. Bizdə işığı biraz ikinci işıqda, bitki ikinci işıqda idi. Ona görə normal işığı ala bilmirdi. Və onu artıq birbaşa pəncərə qarşısına qoyduq. Və sizə dediyimiz məhlullardan istifadə etdik. Və bu da nəticəsi. Fikir versin, üzərində gülləri, üzərində yarpaqları və sizə dediyimiz məhlul da hansı idi? Hansı ki, bir diş sarımsağı 1 litr suya xırdalayıb tyorkadan keçirib qatırıq və yumurtanın sarısı ağından istifadə edirdik. Və həmin yumurtanın ağını da maye şəklində, yəni bişməmiş yumurtanın ağını 1 litr suya qatıb qarışdırıb bitkimizə verirdik. Və ikincisi də limonun özündən istifadə edib yarım limonu 1 litr suya sıxıb və bitkimizi sulayırıq. Sonra yarpaqlarına da paspas edirdik. Və sonra bundan sonra bu effekti aldıq. İnşallah deməli bizə çox verilən suallardan da biri nə idi ki, bizim bitkimiz gülləyir, amma sonda bar gətirmir. Bu nədəndir? Bəli, məlum məsələ ki, ev şəraitindədir. Burada elə külək yoxdur, burada arılar yoxdur, kəpənəklər yoxdur. Onu tozlandıran bir belə deyim, qüvvə yoxdur. Ona görə də siz özünüz bir kiçik diş fırçası mı deyim, yəni fırça belə deyim. Fırçadan istifadə edirsiniz, hafif onu toxundurursunuz və mayalanma gedir, tozlanma gedir və ondan sonra isə bitkimiz inşallah yeni limonlar gətirəcəkdir. Amma limon gətirir və məlum məsələ ki, bu limonların bir çoxunu tökəcəkdir. Çünki bitkimiz gücü çatdığı qədər limon deməli bar gətirəcəkdir. Siz də onun gücünü artırmaq istəyirsinizsə, ona vaxtında profilaktik olaraq qidalar verməyi tövsiyə olunur. Və qidalar da, bayaq dediyim qidalardan inşallah istifadə edin, sizdən nəticə alın. Özünüzə yaxşı baxın, gələn görüşlərə qədər.